çalkalayacağıq. Onun üstündə onu gözəl yeniyəcəyik, nuş eləyəcəyik inşallah. Çok azadı. Deməli, bax, bu odun parçaların yerə düzürük ki, yeniyəcəyik. Bunun üstündən kartofları qəşəng düzəcəyik ki, həm üstü bişəcək, həm altı əla olacaq. Deməli, kartofları. Kartoflar da göster. Ya valla kartoflar gör ne güzel, bəh. Cəllabat özü, cəllabat kartofu. Oh, bak, yezdə bak. Sudan verin. Bu şaka. Bunlarda burada üstü. Bəh. Problem olmaz elə. Zira sonra üstündə nə edəcəyik? Üstündə bunu. Odun parçaları ilə beləcə bax. Bunlar köz olacaq hamısı. Köz olacaq. Bu uşaqlar nədə? Bir necə yandırır? Arxada göstərəcəm sizə. Bu oradan buraya. Nə yapmış? Bax, bu başqa məsələ. Birazdan bunlar yanacaq. Odun parçaları da yanıb, köz olacaq. Ondan sonra baxacaq kartofların vəziyyətinə. Görək necə alınacaq. Ağacları qırmamaq şərti ilə lazımsız ağac və budaqları yandırmaq olar. Of, bəh. Görsən, içində köz alındı. Kartoflar orada bişir. Onun ləzzəti tam olaraq başqadır da yəni. Of. Göbələk də var 2-3 dənə. Neçə göbələkdir? 2 dənə. 2 dənə. 3 dənə. Adan indi cıqqıla heç sənə. Cıqqıllıqdan. Sadiq da orada əziyyət çəkir. Sadiq da əziyyət çəkir. Hələ də video çəkir. Mən də heç də, mən də video çəkirdim. Hava bişti de. Şu atırım. Bəh. Göbələklər də közümüz. İki dənə göbələk tapıb bu 2 dənə mayıcılı. Vay. Bu boyda ben. 2 dənə göbələk. Bu da kimindir? Tərbiyəçinin. Mənimdir bunlar da. Ay, sağ olasan. Altında da kartofları çıxardaq. Belə götürəməyəcək. Bu əlimizdən götürək. Bıçaq vardı orada. O da yaxşı pişirdi. Bunlar hamısı közdür. Bunlar hamısı kartofun qabığıdır.